qoxur. Yəni siqaret sadəcə tütün deyil, bu bir zəhərdir. Spirtli içkilərin zərərləri. Az miqdarda spirt içmək zərərsizdir deyirlər, amma bu böyük bir mifdir. Spirtli içkilər qaraciyəri zədələyir, zamanla sirroz və yağlı qaraciyər xəstəliyi yaradır. Həmçinin beyin fəaliyyətini zəiflədir. Yaddaş pozğunluğu, diqqət dağınıqlığı və depressiyaya səbəb olur. Spirtli içkilər həm də bağışıqlıq sistemini zəiflədir. Yəni bədən xəstəliklərə qarşı müdafiəsiz qalır. Şirin qidalar, keks, kurabiyə və s. Bir dilim keks, biraz konfet, biraz tort, amma bunlar qanda şəkəri sürətlə qaldırır. Pankreası yükləyir və insulin dirənci yaradır. Nəticə, tip 2 diabet, obezlik, dəri problemləri və hətta hormonal pozğunluqlar. Daim şirin yeyən insanlar çox tez acıyır.